Bugün biz evin yeganə oğlu Elmar İbrahimovun evindəyik, İmmi Anagildə. Biz hamımız İmmi Ana üçün darıxmışdıq. Biz sözləşdik, hamımız birlikdə bugün burada olduq. İmmi Ana, Allah sənə can sağlıq versin. Allah sənə özündən xəbərsiz dua eləyənlərin çox olsun. Nətər ki, indi hal-hazırda elədir. Özündən xəbərsiz o qədər dua eləyənlərin var ki, Allah sənə səbir versin. Allah sənə çoxlu can sağlığı versin. Allah Elmar babamıza da rəhmət eləsin, məkanı cənnət olsun. Cəm şəhidlərimizə Allah rəhmət eləsin. Allah bu xanımların da canını sağ eləsin, bu şəhid ailələrinin, şəhid bacılarımızın, analarımızın ki, bugün səninlə bir yerdə oldular. Allah sənin də canı sağ olsun. Bunlar hamısı mənim qonşularım, bunlar hamısı mənim canım ciyərim. Mən sevmədiyim adam, mən evdən evə qoymuram şəxsən, mən səmimi deyirəm. Bunlar hamısı mənim kimdir, sevdiyim adamlardır. Sana da təşəkkür edirəm, Allah kömək.